Xahiş edirəm, etməyin. Mən sənin müsəlman ananı... Məni türk olaraq alçaltmaq məqsədi ilə hər dəfə yeni söyüşlər fikirləşirdilər. Bu sözlər düz 1375 günlük Bosniya faciəsində müxtəlif təhqir, təcavüz və şiddətlərə məruz qalmış gənc bir qızın acı xatirələrindən sətirlərdir. Və bu xatirələr Leyla adında bir kitabda toplanaraq bütün dünyanın tanımasına səbəb olan Alman əsilli yazar Aleksandra Kavaleusun real faktlar əsasında yazılmış romanı ilə dünya gündəmində yer alıb. Mən kitabı oxumayanları nəzərə alaraq bir çox dəhşətli epizodu paylaşmayacağam. Onsuz da paylaşmağa imkan da verməzlər. Ancaq o dəhşətli sayısız epizoddan birisini Xocalıda və ümumiyyətlə bütün Qarabağda hələ də aqibətini bilmədiyimiz qadın və qızlarımızın taleyini gözümüzdə canlandıraraq dinləmənizi və daha sonra kitabı əldə edərək mütləq oxumanızı xahiş edəcəm. Saçımı qoluna dolayıb, bıçağı saçımın dibinə yaxınlaşdırdı. İrişərək hörüyümü kəsib yerə atdı. Sonra isə məni çarpaylardan birinə yıxdı. Mən sızıldayırdım. Xahiş edirəm, etməyin. O, iniltili səslə, Mən sənin müsəlman ananı... dedi. Başqa kişilər Rembo adlı əskəri qızışdırdılar. Göstər ona. Onun çiynindəki qartal mənə soyuq baxışlarla baxırdı. Mən ağlamağı saxlaya bilmirdim. Rembonun nəfəsi alkoqol iyi verirdi. Sonra isə o, kürən dostu Vuku çağırdı. O, balaca idmançı bədənli göygöz oğlan idi. Qoy bizə də bir şey qalsın. Kənardakılardan biri ağzının suyunu axıdırdı. Həmin gecə hələ 7 nəfər başqası da məni zorladı. Onlar yalnız məni bıçaqla və ya tapanca ilə məcbur edəndə danışırdım. Məni türk olaraq alçaltmaq məqsədi ilə hər dəfə yeni söyüşlər fikirləşirdilər. Gecə-gündüz serb əskərləri üstümə hücum çəkirdilər. Onların sayının nə qədər olduğunu daha bilmirəm. Bəlkə də 20 nəfər. Hətta bilmirəm ki, bu neçə dəfə baş verirdi. Yalnız onu bilirəm ki, onların hamısı məni zorlayıblar. Dəfələrlə, bir-birinin ardınca. Rembo və Vuk ən pisləri idi. Mənim bədənim odun kimi olmuşdu. Dünya gözümdən kaleidoskopdakı rəngli şüşə kimi keçib gedirdi. Daimi qorxu məni dondurmuşdu. Əskərlərin məndən tələb etdiyi hər bir şeyi etməli idim. Mən soyunub onlara qulluq etməli idim. Onların ayaqlarını öpməli idim. Qarşılarında iməkləməli idim. Artıq uzun müddət idi ki, müqavimət göstərmirdim. Bu onları daha da azğınlaşdırırdı. Gözümün yaşı qurumuşdu. Ağlamaq çox güc tələb edirdi. Ölü kimi taxtanın üzərində uzanıb baxırdım. Onlar isə mənim üstümdə növbələrini dəyişirdilər. Elə bil öz çiyinlərim üzərindən boş bir yerə baxırdım. Bu haqda fikirləşəndə belə dəhşət adamı öldürür. Əmin idim ki, buradan sağ çıxmayacam. Başqa bir fikir beynimə girmirdi. Kişilər məni özlərinin zibil vedrəsi, oyuncağı, ən axırıncı zibili kimi istifadə edirdilər. İrənc lətifələr danışanda məndən tələb edirdilər ki, gülüm, mənim isə həvəsim yox idi. Əlimi stolun üstünə qoymalı idim. İldırım sürəti ilə onlar bıçağı barmaqlarımın arasına batırırdılar. Onlara öldürmək elə də maraqlı deyildi. Onlar mənə işgəncə verməkdən həzz alırdılar. Ən sevdikləri oyunlardan birisi Rus ruleti idi. Bu sənin fikrini dağıdacaq deyə mənimlə məzələnirdilər. İndiyə qədər mən bunu ancaq pis filmlərdə görmüşdüm. Bu cür səhnələrə görə həmişə əvvəlcədən televizoru söndürürdüm. Amma bu zaman kiminsə beyninin dağılacağını bilmirdim. Axşamlar Qara Legionun əskərləri çox vaxt sərxoş olurdular və məni döyürdülər. Keyfləri yaxşı olsun deyə alkoqola dərmanlar da qatırdılar. Bundan sonra isə bıçağı xirtdəyimə dirəyib, nəhayət məni öldürəcəklərini deyirdilər. Bu artıq məni maraqlandırmırdı. Mən daha nə qorxu, nə də ağrı hiss edirdim. Yalnız dumanlı şəkildə hiss edirdim ki, bir-birinin ardınca iylənmiş bədənlər üstümdə gəzir. Onlar məndən istifadə edə bilsinlər deyə mənə müntəzəm olaraq su və yemək verirdilər. Mən isə yalnız bir-iki tikə uda bilirdim.
Onlar məni tək heç qapıya qədər getməyə də qoymurdular. Heç özüm də cəhd etmirdim. Artıq mənə fərqi yox idi. Heç nə məni ağrıtmırdı. Mən yalnız yatmaq istəyirdim. Bəli, Leylaya sırf müsəlman olduğu üçün Rus törəmələri serblər bunu və daha artığını yaşatdılar. Özü də Birləşmiş Millətlərin gözü önündə. Ümumiyyətlə cinsi təcavüzə uğrayan qadınlar 11-80 yaş arasında olub. Onların çoxu cinsi təcavüz və yoldaşlarının, uşaqlarının, qardaş bacılarının, ata-analarının ölümü və ev eşiklərinin yerlə yeksan olması kimi səbəblərlə xəstələnmiş, indiyə kimi də müalicə alırlar. Bir çox qadınlar bu təcavüzlər nəticəsində hamilə qaldıqlarına görə ailələrindən təcrid olunmuşlar. Bir çoxu yaşadığı şiddətli ruhi sarsıntılar nəticəsində qorxulu xəstəliklər tapmışlar. Bosniya hökumətinin 1992-ci ilin sonunda elan etdiyi statistikaya əsasən təqribən 60 min nəfər qadın təcavüzə uğramışdır ki, onların da çoxu onların ailə üzvlərinin gözünün önündə baş vermişdir. Bu rəqəmin şişirtmə olduğunu söyləyən qurumlar bu cinsi təcavüzə uğrayanların sayının 20 min olduğunu qeyd etmişlər. Bu rəqəm özü belə insanı dəhşətə gətirir. Bosniya müharibəsində ən azı 200 min nəfər mülki əhalidən olan Bosniyalı öldürülmüşdür. Ən dəhşətli qırğın isə 1995-ci ildə Srebrenica şəhərində baş verdi. 2 gün ərzində Rus törəmələri serblər 8 min insanı ağır işgəncələrlə qətlə yetirdilər. İnsanlığa, məsumluğa dair olan heç bir təcavüzü unuda bilmərik. Biz unudarsaq, onlar təkrar zülümləri xatırladarlar. Bütün bu cinayətləri ortaq düşmanımız, canı, qanı bir olan Rus törəmələri serblər etmişdilər. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.